Həyat bir yolculuqdur və bu yolun hər anında insanın bir duası, bir də şükrü var. Biz bir şey istəyərkən dua edirik. Əldə etdikdən sonra isə çox vaxt unuduruq ki, şükür də bir ibadətdir. Bəs dua ilə şükrün həqiqi mənası nədir? Dua yalnız dilimizdən axan sözlərdir, yoxsa qəlbin dərinliklərindən süzülən bir çağırış? Şükür isə sadəcə verilən nemətlərin fərqinə varmaqdır, yoxsa həyatın bütün halına razılıq göstərə bilmək? Bəli, əziz izləyicilərimiz, gözəl bir Ramazan gecəsində dua və şükür haqqında danışacağıq. Studiyamızın da qonağı çox dəyərli ilahiyatçımız, yazar, İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadədir. Qonağımızla mövzunu müzakirə etmədən öncə gözəl bir Quran tilabəti dinləyək, ondan sonra davam edəcəyik. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ألف لام را تلك آيات الكتاب المبين إنا أنزلناه قرآنا عربيا لعلكم تعقلون نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين إذ قال يوسف لأبيه يا أبت إني رأيت 11 كوكبا يا أبت إني رأيت 11 كوكبا والشمس والقمر رأيتهم لي ساجدين قال يا بني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا إن الشيطان للإنسان عدو مبين وكذلك يجتبيك ربك ويعلمك من تأويل الأحاديث ويتم نعمته عليك وعلى آل يعقوب كما
أتمها على أبويك من قبل إبراهيم وإسحاق إن ربك عليم حكيم صدق الله العليم الحكيم. Bəli, əziz izləyicilərimiz, qeyd etdiyimiz kimi bugünkü mövzumuz dua və şükürdür. Bir daha xoş gördük Nurlan müəllim studiyamızda öz dəyərli vaxtımızı ayırıb bizimlə bərabər olduğunuza görə öz təşəkkürümüzü bildiririk. Qeyd etdiyimiz kimi bugünkü mövzumuz dua və şükürdür. Dua və şükür insan həyatına mənəvi olaraq hansı müsbət mənada təsirləri var və bizim bilməli olduğumuz əsas xüsuslar nələrdən ibarətdir? Hoş gördük Eldar müəllim. Bütün izləyicilərimizi də bir iftar saatında salamlayıram. Çox gözəl mövzudur. Dua və şükür insan həyatının olmazsa olmazlarındandır. Dua və şükür əslində bir müminin səviyyəsini, keyfiyyətini ortaya qoyan ən önəmli həm ibadət, həm ünsür deyə bilərik buna. Bir əsasdır. Ümumiyyətlə dua dini nöqteyi nəzərdən baxsaq, dua insanın fitrətindən gələn bir şeydir. Fitrətinə bağlı bir duyğudur. Yəni Qurani-Kərimdə Həzrət Adəmin və Həzrət Həvvanın ilk günahı işlədikləri zaman ardından dərhal duaya sarılmaları və Allaha tövbə etmələri, Rabbənə innənə zaləmnə ənfusənə və illəm təğfir lənə və tərhamnə lənəkunənnə minəl xasirin. Ey Rəbbimiz, biz özümüzə zülm etdik, sən bizi bağışlamasan, bizə rəhm etməsən, biz zərəri uğrayanlardan olaraq demələri insanın əslində fitrətində uca varlığa, ən böyük varlığa, aləmlərə Rəbbi olan Allaha bir sığınma ehtiyacının, ona dua etmə ehtiyacının olduğunu göstərir. Hətta belə bir misal var, deyirlər, batan gəmidə ateist olmaz. Yəni bir dara düşdüyü zaman insan qeyri-ixtiyari olaraq bəzən artıq sığınacaq bir yer axtarır. Dua da bu mənada bizim sığınacağımızdır. Dua insanın Rəbbinə sığınmasının qəlbən və kəlmələrlə bəzən buna göz yaşı da əlavə etsək, bu şəkildə bir bütünlüklə Allaha yalvarması, Allaha dua etməsidir. Allaha sığınmasıdır dua. İnsan dua etdiyi zaman bir mənada özünü tanıdığını, Rəbbi qarşısında acizliyini ortaya qoyur. İnsan dua etdiyi zaman mən sənin aciz qulunam, sən isə bütün kainatı, bütün varlığı yaradan, hər şeyin sahibi, ərşin sahibi, qani sifətinin sahibi, yəni ən zəngin, bütün zənginliklərin mənbəyi olan Rəbbimsən deyə etiraf etməsidir. Və bu mənada dua Allaha qulun yaxınlaşmasıdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dua ibadətin özüdür buyurur. Yəni ibadət qulluqdur. Yəni dua qulluğun özüdür. Dua qulun qulluğunu ifadə tərzidir deyə bilərik burada. Eyni zamanda Peyğəmbərimizin başqa bir hədisinə baxsaq, Rəsulullah sallallahu aleyhi və səlləm buyurur ki, dua müminin silahıdır. Belə düşünək, bir sıx bir meşədə, yırtıcı heyvanların var olduğu, dolu olduğu bir meşədə bir insan var, yanında heç bir silahı yoxdur və bir də yanında silahı olan bir insan var. Bu ikisinin o anki halət ruhiyyəsini az çox təxmin eləyə bilərik. Bu mənada dua insanın bu nəfis və şeytan adlı düşmən qarşısında yaşadığı bu dünyada əslində silah gəzdirməsidir özü ilə. Yəni, hər an Rəbbi onun yanındadır, hər an Rəbbinə sığınar, insanı təklik duyğusundan uzaqlaşdırar dua. Yəni, dua edəcək bir Rəbb varsa, artıq heç bir qəm, heç bir kədər yoxdur. Şükrə gəldikdə isə şükür
əslində riza halının bir təzahürüdür. Yəni Allahın vermiş olduqlarına insanın şükür etməsi. Bu mənada onun təqsim etdiyi, yəni qədər olaraq ona verdiyi, ona ayırdığı paya razı olmasıdır. Bu fərq eləmir, az və yaxud da çox. Zəngin ikən şükür etmək bəzən asandır deyirlər. Bəzən yoxsul ikən şükür etmək asandır. Yəni bu mənada İslam mütəfəkkirləri fərqli fikirlər irəli sürmüşdülər. Amma ortaq cəhət nədir? Ortaq nöqtə odur ki, insan azda da, çoxda da şükür etməlidir və şükür etmək bir mənada az, çətindir. Çünki Allah-u Teala Qurani-Kərimdə şükür edən qullarım azdır buyurur. Yəni şükür, biraz əvvəl qeyd etdiyiniz kimi sadəcə sahib olunan nemətə şükür etmək, yəni dil ilə söyləmək deyil. Şükür bəzən əməlin cinsindən olar. Yəni Allah bir insana bir güc qüvvət vermişdirsə, insanın buna dili ilə şükür etməsi fərzdir, vacibdir. Üstəlik o gücü, qüvvəti Allahın istədiyi şəkildə sərf etməsi eyni zamanda o nemətə şükrünün bir gərəyidir. Və yaxud da bir elm sahibinin, bir elm əhlinin elminin şükrü olaraq onu insanlara öyrətməsi, onu insanlara çatdırması, insanlara faydalı olması, bu da bir mənada şükürdür. Yəni şükür olduğu zaman insan dua ilə Rəbbinə yönəldiyi zaman insan həyatı tamam başqa bir hal alır. Allaha yaxınlaşdıqca yaxınlaşmış olur. Bu mənada şükür və dua bir müminin, bir müsəlmanın həyatında olmazsa olmaz iki əsasdır deyə bilərik. Nurman, çox önəmli bir xüsusa diqqət yetirdiniz. Dua bir insanın şeytan və nəfis qarşısında silahıdır. Şükür də, şükür anlayışı, şükürü də bir ibadət olaraq anlasaq, düşünsək, onun insanın mənəviyyatına təsiri, insanın o mənəvi dünyasının gücləndirilməsindəki rolu və Peyğəmbərimizin də buyurduğu kimi insanlara təşəkkür etməyən Allaha şükür etmiş olmaz, Allaha təşəkkür etmiş olmaz. Yəni bu kontekstdə hadisəni bir dəyərləndirsək. Bu kontekstdə hadisəni dəyərləndirəcək olsaq, şükür insanın həyatdan həzz almasını təmin edən bir vasitədir hardasa. Çünki insanı əslində xoşbəxt edən, insanı məsud edən, bəxtiyar edən onun sahib olduqları deyil. Yəni bir çox zənginliyə sahib insanlar var ki, biz onları xoşbəxt görmürük. Amma tam tərsi yoxsulluq içində xoşbəxt olan insanlar var. Yəni bu mənada şükür əslində hadisələrə, baş verənlərə baxış tərzinin bir məhsuludur. Bir baxış tərzinin ortaya qoymuş olduğu, yəni bir insan o halına şükür eləyə bilirsə, ilahi hər şeyin Allahdan olduğunu qəbul eləyirsə, bu mənada qədərə riza göstərmiş olur və artıq qədərə riza göstərdikdən sonra da onu heç bir şey üzməz, kədərləndirməz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədis şərifində buyurduğu kimi deyir, müminin halı təəccüb doğurur, hər halı onun üçün xeyirdir. Başına bir sıxıntı gəldiyi zaman, bir bəla gəldiyi zaman səbr eləyər, bu onun üçün xeyirdir. Yəni Allah onu sabirlərdən yazar, səbr edənlərdən yazar, əməl dəftərini gözəl həsənatlarla doldurar və başına bir xeyir gəldiyi zamanda, bir xeyrə düçar olduğu zamanda Allaha şükür eləyər. Yəni verənin Allah olduğunu bilər. Bu mənada bu da onun üçün xeyirdir. Allah-u Teala onu da onun əməl dəftərinə xeyir əməl, savab əməl olaraq yazar. Əziz Mahmud Hüdayi Həzrətlərinin də buyurduğu kimi verən sən, alan sən, qılan sən, nə verdinsə odur, dəxi nəmiz var. Allah vermədikdən sonra biz ömür boyu çabalasaq, hər şeyə əl atsaq, yəni yenə heç bir şeyə nail ola bilmərik. Həzrət Peyğəmbərin elə dua və şükür kontekstindən məsələyə baxırıqsa bir hədisini də qeyd eləyək. Rəsulullah buyurur ki, ayaqqabınızın bağını da Allahdan istəyin. Allah verməzsə ona da nail olmazsınız. Yəni bu mənada müminin üzərinə düşən çalışmaq, lazım olan qədər, yəni əmək sərf etmək, əldə eləyərsə şükür etmək, əldə etməzsə səbir qarışıq şükür etmək, yəni verənin Allah olduğunu heç bir zaman unutmamaqdır. Yəni hadisələrə buradan baxdığımız zaman insanı əldən çıxanlar, ondan sonra əldə eləyə bilmədikləri heç bir şəkildə
üzməz, kədərləndirməz, məyus etməz. Allahu Teala Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə xitabən buyurur ki, qullarım məni səndən soruşduğu zaman de ki, mən onlara yaxınam, mənə dua etdikləri zaman mən onların dualarına cavab verirəm. Dua Allahla bəndəsi arasındakı əlaqəni necə gücləndirir və Allah bütün dualara cavab verirmi? Allah-u Teala qeyd elədiyiniz kimi mən yaxınam deyir qullarına. Yəni mən yaxınam, siz nə qədər yaxınsınız deyir əslində. Mən yaxınam, siz də yaxın olmaq istəyirsinizsə dua eləyin deyir Allah. Yəni dua bir çağırışdır, nidadır. Qulun Rəbbini çağırmasıdır dua. Yəni insan bir dara düşdüyü zaman və yaxud da bir sevindiyi zaman əlini açar, ya Rəbb deyər. Allah-u Teala nə deyər? O da ey qulum deyər, ey bəndəm deyər. Yəni bundan gözəl bir şey düşünülə bilməz. Yəni Allah-u Teala bu qədər məxluqatın içərisində sanki heç bir qulu yoxdur, bir qulu varmışcasına insanı dinləyər dua eləyərkən. Və biz hər birimiz, hər bir müsəlman dua eləyərkən, yəni həqiqətən də əgər ehsan duyğusuyla dua eləyəriksə, xuşu içərisində dua eləyəriksə, sanki Rəbbimizlə baş-başayıq. Yəni Allah sadəcə bizi dinləyir və biz ürəyimizdən keçən nə varsa Allahdan istəyərik. Yəni, bu mənada dua Allah ilə qulun diyaloqudur. Birbaşa qarşılıqlı danışmasıdır və qul ürəyindən nə keçirsə Allahdan istəyər bu anlamda duada. Və bu insanı Allaha yaxınlaşdırar və insan Allaha yaxınlaşdıqca dua etmə şövqü, dua etmə istəyi də artar. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin həyatına baxdığımız zaman Rəsulullah gözünü dua ilə açar, dua ilə yumardı. Yəni sabah qalxdığı zaman Elhamdülillahilləzi əhyənə ba'dəmə əmətənə və ileyhin nuşur deyərdi. Bizi öldükdən sonra dirildən Allaha həmd olsun. Yəni dua ilə qalxdı Rəsulullah. Yəni bir dəstəmaz alardısa bir Allahın adını çəkər Bismillah ilə, yeməyi Bismillahla yeyərdi. Bitirdiyi zaman həmd eləyərdi. Yemək arası dua eləyərdi Rəsulullah. Güzgüyə baxıb saçını darıyardısa, Allahümmə əhsin xuluqi kəmə əhsəntə xalqi deyə dua eləyərdi. Məşhurdur. Yəni yaradılışımı gözəl etdiyin kimi əxlaqımı da gözəl elə. Yəni Rəsulullah evdən çıxanda dua, evə girəndə dua, məscidə gedəndə dua, bir paltar giyinəcəksə dua, yeni paltar giyinəcəksə dua, külək əsirdisə dua, yağış yağırdısa dua, məsciddən dönüşdə dua. Yəni hər an Rəsulullah dua halındaydı. Bu nə deməkdir? Hər an Rəsulullah dua ilə Allahla bərabər idi və Allahla bərabərlik onu duaya sövq eləyirdi və möminlər olaraq biz də duaya sarılmalıyıq. Bir insanın dua etməməsi onun Allahdan uzaqlığının göstəricisidir. Yəni biz Allaha nə qədər yaxın olduğumuzu hardan bilərik? Yəni bir həyatımıza baxaq. Biz əgər duanı çox eləyiriksə, demək ki, biz özümüzü Allaha o qədər çox möhtac hiss eləyirik. Demək ki, Allahı bir o qədər çox tanıyırıq. Demək ki, Allaha o qədər ehtiyac içində olduğumuzu dərk eləyir və onun təbir caizsə ətəyindən yapışırıq. Yəni, əgər duanı az eləyiriksə, ki, bugün yəni, o zaman elə bir dövrdə yaşayırıq ki, hər şey sanki qazandıq, çalışdıq, əmək haqqımızı aldıq. Yəni, əslində verən Allahdır. Bu mənada duamıza baxaq. Nə qədər çox dua eləyiriksə, Allaha o qədər yaxınıq. Dua bir mənada işləri Allaha həvalə eləməkdir. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yenə məşhur duasıdır. Yatarkən sağ çiyin üstə yatar, sağ əlini sağ yanağının altına qoyar. Allahümmə əsləmtu nəfsi ileyk. Nəfsimi, varlığımı sənə təslim etdim. Və vəccəhtu vəchi ileyk. Sənə döndüm, üzümü sənə çevirdim. Rəsulullah deyir. Və fəvvəttu əmri ileyk. İşlərimi sənə həvalə etdim. Yəni o gün içərisində vuruşdum, çalışdım, hər şeyi etdim. Artıq bundan sonrasını sənə həvalə etdim. Yəni o bərəkət verəcəksənsə sən ver bərəkəti. Müvəffəq eləyəcəksənsə sən et. Səndən başqası müvəffəq edə bilməz. Və əlcətu zahri ileyk. Və sənə arxalandım. Bu davam edir. Rəsullahın bu duası əslində eyni zamanda duanın nə anlama gəldiyini göstərir. Biz dua ilə hər şeyi Allaha həvalə eləyirik. Əlimizdən gələni etdik. Səfər bizdən, zəfər Allahdan düsturu var, deyimi var.
Yəni biz artıq o səfərimizi tamamladıq. Artıq zəfər Allahdan. O bərəkət versin işimizə. Qeyd etdiyiniz kimi duanı qəbul edən Rəbbimiz var, bir də duanı edən də önəmlidir təbii ki. Peyğəmbərimizdən nümunə gətirdiniz. Yəni Peyğəmbərimizin həyatı, yəni günün başlanğıcından sonuna qədər həyatı bir dua ilə keçir. Yəni dua bir mənada qapını döymək kimidir. Əgər qapının qarşısında gəlib dayanıb döyməzsənsə, o qapı açılmaz, amma nə qədər döysən, onu şeyləsən, o qapı açılar və sənin istəyinə uyğun olaraq cavab verir. Yəni belə nəticəyə gələ bilərikmi ki, Rəbbimiz əslində bizim bütün dualarımızı eşidir, bilir, qəbul edir, amma ona o cavab vermə, onu yerinə yetirmə məsələsi hər qulun öz belə deyək, qədərinə uyğun, mənfəətinə uyğun, onun xeyrinə uyğun gerçəkləşir. Düzdürmü müəllim? Doğrudur, düzdür. Peyğəmbərimiz buyurur ki, Allah-u Teala hər duanı qəbul eləyər. O duada bir günah istənmədikcə, o duada qohum-əqraba ilə əlaqənin kəsilməsi istənmədikcə və tələsilmədikcə. Səhabələr soruşur ki, ya Rasulallah, duada tələsmək nədir? Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, insanın mən dua etdim, Allah qəbul etmədi demək duada tələsməkdir. Bu mənada biz ən uca Rəbb olan, ən uca zatın qapısını döyürük. Yəni onun açılmaması imkansızdır. Çünki o qullarına şəfqət və mərhəmətlə doludur. Çünki o siz dua edin, mən qəbul edim buyurur. Yəni Allahın haşa söylədiyi sözdə yalan olmaz. Yəni bir əyrilik olmaz. Yəni o deyirsə doğrudur və biz buna əmənnə və saddaqna təsdiq eləyərik. Biz buna iman eləmiş toplumuq, ümmətik. Sadəcə duanın gec və tez qəbul olma məsələsi var. Və yaxud da duanın, o gün etdiyimiz duanın bizim üçün xeyirli olub olmaması var. Bəzən biz duamızın qəbul olmadığını zənn eləyərik, amma Allah Teala ondan daha yaxşısını qarşımıza çıxarır. Biz qədər sirrindən xəbərdar olmadığımız üçün duamızın qəbul olmadığına üzülürük. Və yaxud da Peyğəmbərimizin buyurduğu kimi o dua qarşılığında Allah hansısa bir bəlanı bizdən dəf edir. Yenə biz fərqində deyilik. Bəzən də Allah o duanın qarşılığını axirətdə verər. Bu zaman qul düşünər ki, kəşkə dünyada heç bir duam qəbul olmayaydı. Allah hamısının qarşılığını burada verəydi deyə insan içindən keçirər. Duada gözəl qeyd elədiniz, Allahın qapısını döymək məsələsi var. Qapını döymə üsulu önəmlidir. Quran-ı Kərimdə Rəbbimiz buyurur ki, وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَدْعُوهُ بِهَا. Allahın gözəl isimləri var, ona o isimlərlə dua edin. Duanızı Allahın isimləri ilə gözəlləşdirin. Və yenə Quran-ı Kərimdə Peyğəmbərlərin dualarına baxırıq. Məsələn, Hz. İbrahim və Hz. İsmailin duası var Bəqərə surəsində. Allah-u Teala buyurur ki, onlar Kəbəni təməllərindən təkrar qaldırdıqları zaman dua elədilər ki, Rabbənə təqabbəl minnə innəkə əntəs-səmiul alim. Ey Rəbbimiz, bizdən qəbul et, sən eşidənsən və bilənsən. Burada incəliyi baxmaq lazım. Məsələn, Peyğəmbərlər dua eləyərkən Allahdan istədikləri şeyə görə Allahın ismini zikr eləyirlər. Məsələn, sən bizdən qəbul et, eşidənsən və bilənsən. Yəni, bu əməlimizi sən bilirsən. Və yaxud davamında deyir ki, Rabbənə və cəalnə muslimeyni ləkə və min zürriyyətinə ümmətən muslimətən lək və ərinə mənəsikənə və tub aleynə innəkə əntət-təvvəbur rahim. Bizi iki müsəlman et, sənə təslim olmuş iki gözəl qullarından ilə bizə əməllərimizi öyrət, bizim tövbəmizi qəbul et, çünki sən tövbələri qəbul eləyənsən, deyir. Davamında, ey Rəbbimiz onlara, Məkkə xalqına deyir, sən bir elçi göndər, onlara kitabı öyrətsin, hikməti öyrətsin, onları günahlardan təmizləsin. İnnəkə əntəl azizul hakim. Sən əzizsən və həkim, hikmət sahibisən. Hikməti ver, deyir, Allahın hikmət sifətinə vurğu eləyir Peyğəmbər. Bu Peyğəmbər üsuludur, Peyğəmbər metodudur. Demək ki, Allaha dua eləyərkən bu şəkildə dua etmək lazımdır. İstədiyimiz şeyə uyğun. Ruzi istəyiriksə, Rəzzaq isminə çox müraciət eləməliyik. Günahımızın bağışlanmağını istəyiriksə, Afuv, Kərim, ondan sonra Rahim
sifətinə müraciət eləməliyik. Yəni bu şəkildə dua edildiyi zaman onun müstəcəb olması, Rəbbimizin qatında qəbul olması və Rəbbimizin o isimləri ilə, o sifəti ilə bizə təcəlli etməsi daha asan hala gəlir. Bunu göz ardı etməmək lazımdır. Nurhan müəllim, son dövrlər həm fərdi inkişaf sahəsində, həm deyək digər belə deyək insanın o fərdiyyəti, özü ilə əlaqəli elm sahələrində daha çox hər şeyi mən etdim, mən üzərinə, bir ego üzərinə fokuslanma var. Bu çox təəssüflər olsun ki, müsəlmanlar arasında da bu fikir, bu düşüncə yayılır. Yəni o Allahın verdiyi, bayaq qeyd etdiyimiz kimi hər şeyin, yəni Allahdan olduğuna şükür etmək, ona davamlı olaraq təşəkkür etmək anlayışı zəifləməyə doğru gedir. Bu mənada yəni şükür hissi, şükür anlayışı bir fayda olaraq ən çətin zamanlarda, çətin vəziyyətlərdə bir insana, bir bəndəyə necə təsir edir? Yəni şükrü olan bir insan çətin situasiyalarda bu şükründən necə istifadə edə bilir? Belə deyək. Qeyd elədiyimiz kimi şükür riza halıdır. Yəni insan şükürdən uzaq olduğu zaman zaten nəfis doyumsuz varlıqdır. Çox çılğındır. Yəni ayağına bir daş dəydi, insanın rahatlıqla küfrə düşməsi asan. Yəni o gününə söyməsi, lənət eləməsi, yəni insan nəfis əsarətində qaldığı zaman, nəfsini qabartdığı zaman hadisələr ona birbaşa təsir edir və belə deyək, insan öz cığırından çıxır. Yəni çıxması asandır. Amma şükür içərisində olduğu zaman bir insan, Allahın qədərinə riza içərisində ömür sürdüyü zaman bu səfər hansı situasiyaya düşməsindən asılı olmayaraq, yəni Rəbbini hər an yanında hiss edir. Yəni bunu əgər Allah mənə yazmışdırsa, bu olması gərəkirsə, demək ki, bu belə də olmalıydı. Həzrət Mövlana'nın bir sözü var, məşhur deyir, ey dərd və bəlaya düçar olan insan deyir, bu iki qonaq sənə Rəbbini xatırlamaq üçün gəldi. Yəni, madəm dərd və bəlaya düçar oldun, madəm bir nailiyyətsiz diş var üzərində, Rəbbinə yönəl. Yəni, sən ona yönəldiyin zaman o bütün müşkülləri asanlaşdırar. Məsələn, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bir sıxıntı anında elədiyi duası var. Məsələn, Rəsulullah nə edir? Zikri var. La ilahə illallahul azimul halim. Əzəmətli və həlim olan Allahdan başqa ilah yoxdur, deyir Rəsulullah. La ilahə illallahul məlikul arşil azim. O böyük, əzəmətli, möhtəşəm ərşin sahibidir, deyir Rəsulullah. Yəni, bu nədir? İnsanın şuur altına bunu yerləşdirir. Yəni, mən bugün bir bəlaya, sıxıntıya düçar oldum, amma mənim hər şeydən böyük olan, o ərşin sahibi olan bir Rəbbim var. O zaman o böyüklüyün qarşısında bu yaşadığım sıxıntı, çətinlik kiçik qalır. Yəni, bu mənada dua və şükür insana mənəvi olaraq bir təkan verir, mənəvi olaraq insana dəstək verir və onu daha iradəli, daha mətin hala gətirir. Bu zaman bütün çətinliklər, bütün sıxıntılar bir heç olaraq həyatından rahatlıqla çəkilir gedir. Nurhan müəllim, bir fərd düşünün, onun deyək anası dünyaya gətirib, anası, atası, valideynləri və yaxud da ətrafındakı insanlar ona yaxşılıq eləyir, deyək özü də dindar adamdır, hər şey öz qaydasındadır. O deyək, həmin ona yaxşılıq edən insanlara və yaxud da valideynlərinə qarşı təşəkkür etməyi bacarmır, etmir daha doğrusu, həm egosuyla, həm deyək özünü üstün tutma düşüncəsiyle, hər şeyi mən etdiyim düşüncəsiyle. Sonra keçir qıraqda Allaha şükür etdiyini zənn edir. Yəni, bu anlayışı necə dəyərləndirir? Yəni, bir adam insanlara, yəni ona yaxşılıq edən insana heç bir təşəkkür etmək özünə borc bilmir, amma keçir qıraqda deyir ki, mən Allaha onsuz da şükür edirəm. Belə bir söz var. Yəni, əslində bu söz tam bunun cavabını verir bu sualın. İnsanlara təşəkkür eləməyi bacarmayan Allaha şükür eləyə bilməz. Yəni, o ani yaşanan bir hadisə, prosesdir. Yəni, bir insanın təşəkkür etməsi, o anda təşəkkür etməsi, onun əslində şükür duyğuları ilə dolu olması mənasına gəlir. Yəni, o birisi şükür, yəni, insana təşəkkür eləmir, özünü üstün görür. Əslində o insana da
o insanlar ki ona yaxşılıq eləyir, ata-ana faktoru var, qonum-qonşu və yaxud da o bir stəkan su verən adam belə, yəni o əslində Allahın ona yaxşılıq eləmək üçün, onu o xeyrə düçar eləmək üçün araya qoyduğu vəsilələrdir. Yəni bir mənada ona təşəkkür etmək, yəni Allahdan gələni gözəl bir şəkildə qarşılamaqdır. Ya Rəbb, sən bunu mənə təqdim elədin, bu zərfin arasındadır, bu zərf də gözəldir, içərisindəki də gözəldir deməkdir bu təşəkkür. Və ondan sonra Allaha şükür eləməsi insanın, yəni şükrün əsl mahiyyətini ortaya qoyur bu mənada. Duanın vaxtı varmı, zamanı varmı? Yəni hansı vaxtlara diqqət edilməsi lazımdır ki, yəni hansı vaxtlarda dua edilməsi lazımdır ki, o daha çox qəbul olunsun? Yəni belə bir düşüncə, belə bir anlayışı necə dəyərləndirirsiniz? Yəni mütləq bir vaxt var deyə bilmərik. Yəni insan hər an, hər fürsətdə dua eləməlidir. Bu işin bir başqa tərəfi. Amma dua etmək üçün əlverişli, bərəkətli zamanlar var. Yəni bu zamanları axtarmaq duamızın tez qəbul olması üçün əhəmiyyət kəsb eləyir. Məsələn, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin bir bəddua ilə bağlı bir sözü var. Deyir ki, özünüzə, övladlarınıza və malınıza bəddua eləməyin. Allahın qəbul saatına tuş gələr və o keçər. Yəni demək ki, Allahın gün içərisində duanı qəbul saatları var. Biz bunu bilmirik. Allah Taala bəlkə də bunu bizdən ona görə gizlədir ki, biz ona çox dua eləyək, o saatı axtaraq. O, yəni bir saat olsa biz baxarıq o saatda duamızı eləyək, çıxarıq gedərik. Çünki insan biraz praqmatikdir də. Bu mənada Peyğəmbərimizin buyurduğu kimi, yenə hədis şəriflərdə buyurulduğu kimi və ya Qurani-Kərimdə Qədr surəsində bəzi zamanların daha əhəmiyyətli olduğu, daha bərəkətli olduğu bildirilir. O zamanlarda xüsusilə dua etməyə əhəmiyyət verməliyik. Məsələn, Rəsulullah sallallahu əleyhi və səlləm buyurur ki, Allah Taala gecənin son hissəsində, son 1/3-də dünya səmasına mahiyyəti bizə məchul olan şəkildə təcəlli eləyər, enər deyir və yoxdur məndən istəyən ona verim, şəfa diləyən varsa şəfa verim, borcunun ədasını istəyən varsa onu əda eləməsi üçün imkan verim. Yəni və bu deyir qiyamət qopana qədər davam eləyər. Yəni məsələn Allah Teala hər gecə bilirik ki, o zaman dünya səmasına təcəlli eləyər. Yəni gecələri dəyərləndirməliyik. Və yaxud Rəsulullah bu hədisin davamında buyurur ki, fərz namazlardan sonra edilən dualar məqbuldur. Yəni fərz namazı qıldıq, dərhal işimizə, gücümüzə getməyək. Yəni bir dua eləyək. Və yaxud azan saatında səma qapılarının açıldığını bilirik. Və Allah Teala azan vaxtı edilən duanı qəbul edir, buyurur Rəsulullah. Azan ilə iqamə arasında bir duanın qəbul olduğu söylənilir. Cümə günündə bir saat var ki, deyir yenə Həzrət Peyğəmbər, o saatda edilən dualar qəbul olur. Onun üçün cümə günü duanı artırmaq lazımdır. Səcdə Allaha ən yaxın olduğu zamandır qulun. Səcdədə duanı artırın buyurur. Və yaxud da Ramazan ayı içərisində ilə iftar saatında edilən dualar qəbuldur buyurur Rəsulullah. Yəni iftar saatında da dualarımızı artıraq ki, Allah Teala bizdən qəbul eləsin. Bir xeyir iş görüldüyü zaman bir insan, hər kəs özünü bilir. Bir salih əməl işlədiyi zaman, deyək ki, bir xuşu ilə namaz qıla bildiyi zaman, bir sədəqə verdiyi zaman, həmən ardından Allahdan bir şey istədiyimizdə o dua sürətli bir şəkildə qəbul görər. Burada bir nüansı mən yeri gəlmişkən qeyd eləmək istəyirəm. Bu sualınızdan biraz kənarda, amma önəmli məsələdir. Çünki bugün bir çox dindar arasında görünən bir məsələdir. Duada məsələn, Allah qəbul eləsin inşallah deyir kimsə. Və yaxud da Allah günahlarımızı bağışlasın inşallah deyir. Bu inşallah sözünün Peyğəmbərimizin təlimatına baxdığımız zaman duada yeri yoxdur. Çünki Rəsulullah buyurur ki, sizdən heç kim Allahım sən istəyirsənsə məni bağışla, istəyirsənsə mənə rəhmət deməsin. Çünki Allahı məcbur edən heç bir güc yoxdur. Siz Allahdan ciddiyyətlə, qətiyyətlə istəyin, deyir Rəsulullah. Yəni, duanın qəbul olmasını istəyiriksə, biz qətiyyətlə istəməliyik. Yoxsa, yəni, inşallah nədir? Allah istəyərsə. Yəni, biz düşünün ki, Allah istəyərsə, Allah qəbul eləsin deyirik. Yəni, bu
Zaten Allah istəyərsə qəbul eləyəcək. Biz iradəmiz nə yöndədir? Qəbul eləməsi. Allahım sən bunu bizdən qəbul elə deməliyik. Bu mənada bunu da qeyd eləyim dedim. İftar saatında dualarımızı artıraq. Ramazan ayı içərisindəyik. Sahur vaxtı Rəsulullahın sahurda bərəkət var deyir. O bərəkətdən dualarımızı da nəsibləndirək inşallah və beləcə Ramazan ayını bağışlanmış olaraq anadan gəlmə tərtəmiz bir şəkildə başa vuraq inşallah. İnşallah, inşallah Nurlan müəllim. Çox təşəkkür edirik. Gəldiniz, dəyər verdiniz, çox dəyərli məlumatlarla həm bizə, həm də izləyicilərimizə çox dəyərli məlumatlar vermiş oldunuz. Duanı danışdıq, şükrü danışdıq. Allah bu Ramazan ayında hər birimizi bol-bol dua edən və şükrünü də artıran bəndələrindən etsin inşallah. Çox sağ olun. Bəli, əziz izləyicilərimiz, növbəti bir Ramazanla Diriliş proqramının sonuna gəldik. Bugün biz dua və şükür haqqında danışdıq. Studiyamızın da qonağı çox dəyərli elm insanımız, yazar, İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadə idi. Son olaraq, Mövlana Həzrətləri belə buyurur. Dua qapı açmaz, amma səni açılan qapıya aparar. Həqiqətən də dua etmək sadəcə bir istək deyil, insanın ruhən Allaha yönəlməsidir. Ancaq unutmamalıyıq ki, dua etməyi bilən insan şükür etməyi də bacarmalıdır. Çünki Allahın bizə verdiyi hər an, hər nəfəs bir nemətdir. Bəzən dua edərik və dərhal cavab gözləyərik. Amma unuduruq ki, hər dua bir toxum kimidir. O, torpağa düşər, gözə görünməz, ancaq Allahın hikməti ilə bir gün yaşıllanıb bizə qayıdar. Bəlkə də başqa bir şəkildə, bəlkə də başqa bir zamanda. Amma itmir, itib batmır. Necə ki, hər şükür qəlbimizdə bir işıq kimi yanır və bizi daha gözəl bir dünyaya aparır. Gəlin dua edək. Lakin təkcə istəklərimiz üçün deyil, sahib olduqlarımız üçün də. Gəlin şükür edək. Lakin yalnız bolluq içində deyil, səbrin və sınanmanın içində də. Çünki dua bizi Allahla danışdırır. Şükür isə onun bizi dinlədiyini hiss etdirir. Və unutmayaq, dua edən heç vaxt tənha deyil. Şükür edən insan isə həmişə zəngindir. Qəlbiniz dua ilə dolsun. Diliniz şükürlərlə bəzənsin. Sağ olun, salamat qalın. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة
حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله آمين اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت سيدنا محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة العالية وابعثه مقاما محمودا الذي وعدته حلت له شفاعة يوم القيامة إنك لا تخلف الميعاد برحمتك يا أرحم الراحمين اللهم لك سمنا وبك آمنا وعليك توكلنا وعلى rızkike eftarna. Ey Allah'ım, senin rızan için oruç tuttuk. Sana inandık, sana güvendik. Senin verdiğin ruzi ile orucumuzu açtık. Bizim geçmiş ve gelecek günahlarımızı bağışla. Amin. Velhamdülillahi Rabbil alemin.